Ramiz Mehdiyevin həbs olunduğu xəbəri paylaşıldı. Həmin vaxtda Ramiz Mehdiyevi həbs etməyə gələn Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları onu otuzdurub maşına məhkəməyə aparıb. Oradan da Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə aparacaqdılar. Lakin məhkəmənin həyətinə çatan vaxtı Əliyevə intim görüntüləri çatdırılıbdı. Hansısa bir güclər, hansısa qüvvələr İlham Əliyevə intim görüntüləri göndərilibdi və elə məhkəmənin həyətindən onu aparıblar. Birinci mətbuata Ramiz Mehdiyev həbs edildi xəbəri çıxsa da, sonradan ev həbsi verildiyi paylaşılır. Artıq indi elə paylaşılır. Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmə və dövlət büdcəsini mənimsəmədə ittiham olunur. Amma ev dustaqlığı, ev həbsi verilir. Fikir verin, Ramiz Mehdiyev də hakimiyyəti ələ keçirmədə ittiham edilir, hələ üstəlik dövlət büdcəsini talamakda da mən də hakimiyyəti ələ keçirmək ittihamı verilir. Mənə 16 il həbs verilib, Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı. Necə olur elə? Bir çörək oğrusunu, bir dənə toyuğu, qonşunun toyuğunu uğrayana, bir heykələ bir cümlə yazana, bir dənə diktator deyənə 8, 10, 12, 13 il iş verirlər. Amma Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmə və dövlət büdcəsini talama maddəsinə görə 4 ay ev dustaqlığı. Ha, biri var Reşotkanın dalında olan. Bir də var sarayında oturub 4 ay həbs. Təsəvvür edirsiniz. Bu nə biabırçılıq? Bu nə dəhşət? Ədalətinə tüpürüm İlham Əliyev. İlham Əliyev hakimiyyətinin gedəcəyini yuxarı təbəqə bilir. Ona görə hətta aldığımız informasiyaya görə vəzifəli məmurlardan belə ölkəni tərk eləyənlər çoxdur. Və Ramiz Mehdiyev də ölkəni tərk eləyər, gedər xaricdəkiləri maliyyələşdirər deyə Ramiz Mehdiyev həbs ediblər. Əslində qalsa, Ramiz Mehdiyevin milyardlarla sərvətini ələ keçirmək üçün, üstəlik Mehriban Əliyeva ilə də düşmən olduğu üçün Ramiz Mehdiyevi həqiqətən həbs eləməli idilər.